Türkiyədən danışdınız. Türkiyədə son bir neçə gündür bir siyasi gərginlik hökm sürür. Onsuz da Türkiyədə iqtisadi vəziyyət o qədər də ürəkçan deyil də, bunu açıq etiraf etsək. Və bir neçə gündür Türkiyənin ana müxalifət partiyalarından olan CHP, Cümhuriyyət Xalq Partiyasında çox qəribə proseslər gedir. Yəni 2023-də səhv eləmirəmsə, 2023-də CHP-də qurultay keçirildi və yeni sədr seçildi partiyaya. Kılıçdaroğlu uzun müddət oturduğu belə də kürsüdən getməyə məcburiyyətinə qaldı və Özgür Özel partiyanın yeni sədri seçildi və maraqlıdır ki, uğur qazandı. Bəli, uğur qazandı. Seçkilərdə uğur qazandı və yenidən partiyanın sədri seçildi və üzərindən 3 il keçdi üzərindən həmin 3 ildən sonra aydınlaşdı ki, əslində məsələ ortaya çıxdı ki, seçkilərdə saxtakarlıq olub və məhkəmənin qərarı ilə Özgür Özelin belə deyək də sədrliyi ləğv olundu. Seçkilərin nəticələri ləğv olundu və hazırda çox maraqlı proseslər gedir. Kılıçdaroğlu yenidən CHP-yə qayıtdı, yenidən sədr postuna qayıtdı. Bilmirəm, bu müvəqqətidir, yoxsa müvəqqətidir. Qurultaya qədər sədrlik edəcək partiya və CHP-də parçalanmalar yaranıb. Kılıçdaroğlu'nun tərəfdarları və Özgür Özel və oradakı millət vəkilləri arasında parçalanma var. Çox qarışıq bir vəziyyət yaranıb. Bu, mən düşünürəm ki, Türkiyənin iqtisadiyyatına da təsir edir, daxildəki o siyasi, belə deyək də, vəziyyətə də birbaşa təsir göstərir. Mən istəyirəm bu vəziyyəti həm tamaşaçılara açaq ki, bu nə proses niyə baş verdi, niyə 3 il bundan əvvəl o seçkilərin nəticələri indi ləğv edildi, bununla bağlı məhkəmə prosesi gedirdim, istintaq gedirdim, var idi. İstəyirəm buna bir aydınlıq gətirək. Kılıçdaroğlu təbii ki, Türkiyədəki mövcud hakim partiyaya görə daha arzulanan müxalifət idi. Kılıçdaroğlu müxalifəti. Amma son seçkilərdə də fərq o qədər böyük 7-8 dəfə seçki kampaniyasında məğlub olmuş, belə deyək, fiqur idi faktiki olaraq və nəticə etibarilə CHP öz daxilində bir silkələnmə nəhayət ki, nail ola bildi və nisbətən yeni nəsil gəldi. Qurultay keçirildi, Özgür Özel gəldi və gələndən sonra da onun sədrliyi dövründə ilk seçkidə CHP çox güclü, böyük bir uğur qazandı. Yəni, bələdiyyə seçkilərinin nəticələri ortadadır. Bir çox böyük şəhərlər. Böyük şəhər bələdiyyalarının bir çoxu götürüldü və nəticə etibarilə bu baş verdi və CHP-nin artıq növbəti mərhələdə Türkiyədə hakim partiya çevriləcəyi ilə bağlı iddialar da çoxalmağa başladı. Amma elə həmin, belə deyək, qurultaydan və keçirilən seçkilərdən dərhal sonra bir sıra CHP-nin bələdiyyə sədrləri, CHP-nin rayon təşkilat sədrləri tərəfindən faktiki olaraq məhkəmə iddiaları baş verdi. Yəni, bu məhkəmə iddiaları hakim partiya tərəfindən araşdırılması üçün müraciət olunmuyor. Bu, CHP-nin özünün daxilində seçkinin nəticələrinə etiraz eləyən... Onlar iddia edirlər ki, saxtakarlıq olur. Bəli, onlar faktlar təqdim eləmişlər, onlar səs yazıları təqdim eləmişlər, onlar video görüntülər təqdim eləmişlər, onlar ayrı-ayrı şəxslərin etiraflarını təqdim eləmişlər ki, hə, bizə deyilmişdi ki, səs vermə bu şəkildə iştirak eləsən, bələdiyyə seçkilərində səni bələdiyyə üzvü seçilməyə və kömək eləyəcək, seçki siyahılarına salacaq, səni namizədlər siyahısına salacaq və s. və ilaxı. Yəni, bu birdən-birə ortaya çıxan məsələ deyil. Bundan bağlı uzun müddət dövr üçün bir araşdırma keçirilirdi və Türkiyədə də böyük ölçüdə məhkəmələrə, belə deyək, təzyiq göstərmək ki, bunu tez elə, bunu tez həll elə kimi bir şey yoxdur. Və təbii ki, bu ciddi araşdırma tələb eləyirdi və Türkiyədə məhkəmə sistemi də bu işi çox ciddi şəkildə araşdırdı və nəticə etibarilə indi baş verənlər, yəni söhbət təkcə, belə deyək, Özgür Özelin sədr seçilməsinin ləğvindən gedir. Söhbət qurultayın bütün qərarlarının ləğvindən gedir. Yəni, seçkili qurumlar, o qurultayda formalaşan məclis, o qurultayda formalaşan digər seçkili qurumlar, nəzarət təftiş komissiyası, nə bilim, sədr, idarə heyəti, hamısının buraxılmasından söhbət gedir və ondan əvvəlki tərkib faktiki olaraq... Bələdiyyə seçkilərinə bu təsir göstərəcək, bələdiyyə seçkilərində axı o namizədləri də həmin, deyək ki, o dövrləşki rəhbərlik. Bu, belə deyək də, bu artıq seçki prosesi özüdür. Yəni,
Bir var partiya daxilində seçki, bir də var bu artıq seçki prosesidir. Düşünmürəm ki, o həddə qədər gəlib çata ki, yəni o namizədlər də sizi partiya rəsmi olaraq irəli sürməyib. Ona qalsa gərək parlamentdə CHP də tamamilə kənarlaşdırırlar. Bu əks effekt də verər. Yəni bu gün CHP tavanında bizim bu cür parçalanmamızdan istifadə edib bizi hər yandan silirlər kimi bir mesaj ictimaiyyəyə ötürülməsini proses oralara qədər getmir. Düşünmürəm ki, oralara qədər getsin. Sadəcə olaraq indiki mərhələdə nə lazımdır? İndiki mərhələdə bir Kılıçdaroğlu əleyhidarları və Özgür Özel digərləri onların mövqelərinin partiya daxilində zəiflər. Mansur Yavaş var. Zəiflər. Mansur Yavaşla var problem niyə yoxdur? Mansur Yavaş Kılıçdaroğlu'nun da vaxtında bələdiyyə sədri idi və avtoritet idi. Mansur Yavaş Özgür Özel'lə də münasibətləri o qədər yaxşı olmur. Yəni o adam hər zaman CHP daxilində fərqli belə deyək qruplaşmalarda təmsil olunmayan və hamı tərəfindən ortaq şəkildə bir qəbul olunan faktiki olaraq şəxslərdən biridir. O baxımdan ona bu indi Kılıçdaroğlu-Gül'ün gəlməyinin onun əleyhinə nəyəsə dönəcəyi inanmıram ki, belə bir şey baş versin. Amma Kılıçdaroğlu'nun gəlməyi də o demək deyil ki, yəni Kılıçdaroğlu gəldi və burada oturmalıdır. Elə bir şey yoxdur. Sadəcə, baxın, bir qurultayın nəticələri ləğv olunursa, deməli, köhnə sədr, köhnə tərkib yerində oturursa, bunlar növbəti qurultaya keçirməlidirlər də. O zaman etirazlar nə edir? Yeni, məsələn, Özgür Özel tərəfdarları nə etirazlar keçdilər? Etirazlar ondan bağlıdır ki, bu günləri faktiki olaraq oturub bu və digər şəkildə növbəti qurultaya hazırlayan komanda təbii ki, bu və digər şəkildə təsir imkanları əldə eləyir. Qurultayın tərkibinin formalaşmasına və digər məsələlərə bir təsir imkanı əldə eləyir. Yəni, o təsir imkanları olmasaydı, o vaxt Özgür Özərgil pul hesabına, başqa şeylər hesabına qurultay nümayəndələrini ələ almaq kimi addımlar atmazdılar. Başa düşdük? O birilərdə o təsir imkanı var idi. Onlar daha özlərinə uyğun bir tərkib formalaşdırmışdılar ki, bunlar bu və ya digər şəkildə hansısa yolla alınmağa başladı. Nəticə etibarilə indi də sabahlar Kılıçdaroğlu'nun davamlı olaraq orada qalacağı inanılan deyil. Açığı. Çünki niyə belə xəbərlər yayılır ki, yeni partiya yaranır, İmamoğlu, Özel yeni partiya yaranır? İndi bu məsələ var. Bu məsələ var ki, əgər bugünkü oturanlar qurultay keçirməkdə tələsməsələr. Aha, bu da var. Qurultay keçirməkdə tələsmirlərsə, faktiki olaraq bu biri tərkib oyundan kənarda saxlanılır növbəti seçki ərəfəsində. Onda nə yol qalır? Onda bunların özlərinin bir partiya yaradıb seçkilərdə bu və digər şəkildə iştirakı. Təbii ki, parçalanma olacaq. Təbii ki, bu və digər şəkildə belə deyək, reytinqlərə hansısa formada təsir eləyəcək. Amma o parçalanma elə Kılıçdaroğlu gedəndə də olmuşdu da. O zaman kimlər getmişdi? Yəni Kılıçdaroğlu gedəndə itkilər olmamışdı. Söhbət ona görə olmadı ki, dərhal bələdiyyə seçkiləri oldu və Kılıçdaroğlu'nun vaxtında da olan bələdiyyə sədrlərinin bir çoxu seçkilərdə əsas namizəd olaraq göstərildi və qaldı. O baxımdan böyük ölçüdə belə deyək, parçalanmaya rast gəlinmədi. Amma indi nə baş verə bilər? İndi tutaq ki, Özgür Özel, İmamoğlu birgə bir partiya yaratdılar. Nəticə etibarilə bu günləri indiki o avtoritetlərin özünün arasında özləri bir seçim qarşısında qalacaqlar. Mən gedim Özgürgillə davam eləyim, yoxsa qalım CHP-də 50 ildir, 60 ildir buradayıq, qalaq CHP-də fəaliyyətimizi davam etdirək kimi fikirlər ortaya çıxmağa başlayacaq və bu da təbii ki, CHP-nin seçici kütləsində də bu və digər şəkildə parçalanmaya səbəb olacaq.